Hər kəs salam, arzulayıram ki, yaxşısınız, arzulayıram ki, özünüzü yaxşı hiss edirsiniz. Gəlin görək may ayında bürcləri və ümumiyyətlə may ayında bizi nələr gözləyir. Bir çoxunuz direkt bürclərə keçirsiniz, bilirəm, amma bu hissə də onsuz da sizin üçündür. Ona görə bu hissəyə də qulaq asa bilərsiniz. May ayına baxanda çox dolu-dolu bir göy hadisələrin olduğunu görmürəm. Yenə də təsirlər var, amma belə dəhşətli, çox belə inanılmaz hadisələr olmur. Daha sakitçilikdir. Amma bəzi ekstrem mövzularımız da var. Demək, may ayında Merkurinin Buğa bürcünə keçdiyini görürəm 10 may tarixində. Birincisi retro, nə bilim, negativ təsirlər, bu yoxdur. Sakitçilikdir, salamatçılıqdır, yaxşıdır. Nə bilim, yəni həyatınızın keyfini çıxardın. Daha çox gözəl enerjilər may ayında özünü göstərir. Demək, ilk olaraq Merkurinin mayın 10-u Buğaya keçməyi ilə bir yerdə. May ayında biraz daha ilk hissələrində, xüsusən ilk 20-sinə qədər olan tarixdə daha pasiv bir enerji var. Bu deməkdə heç bir hadisə olmur, heç bir hərəkətlənmə olmur, yox. Amma biraz daha sakit, yəni çox oradan bura, buradan ora qaçmayacağımız, biraz daha rahat olacağımız, daha çox komfortumuza, evimizə, yemək-içməyimizə daha çox önəm verəcəyimiz və bəlkə beynimizin biraz daha yavaş işləyəcəyi bir dönəmdir. Amma mayın 12-sində Əqrəb bürcündə bir dolunay olacaq və bu olduqca güclü bir dolunaydır, bərk bir dolunaydır. Bax, bu dolunay bəzi şeyləri müəyyən qədər dəyişdirəcək. Belə ki, bu Əqrəb dolunayının təsiri elə may başlayan kimi başlayacaq. Çünki bu sabit bürc dolunayıdır. Belə dolunaylar çox uzun müddət təsir edir. Yəni 2 həftə qabaq, hətta 3 həftə qabaq başlayır təsiri və hətta mayın sonuna qədər total olaraq təsir edəcək. Bax, gəlin bu Əqrəb yeni ayını, dolunayını daha doğrusu başa düşürsək, may ayında başa düşəcəyik. Bu Əqrəb dolunayı zamanı 12-ci ev vurğusu çox yüksəkdir. Bu deməkdir ki, gizli mövzular, üstü bağlı mövzular, sirlər, intriqalar ortaya çıxacaq. Yəni bir çox gizli, bağlı qalmış mövzular aydınlana bilər. Ümumiyyətlə bu 12-ci ev temalı dolunaylar çox bağlı sirləri ortaya çıxardır. Həyatımızla bağlı qaranlıqda qalmış şeylərlə bizi üzləşdirə bilər. Bu həm çox böyük bir şəfalama dönəmi sayılır. Çünki bizim şuuraltımızın ən dərinliklərində, ən qaranlıqda qalan şeylər gün üzünə çıxır. Məsələn, çox böyük bir məsələn, filan şey qorxunuz varsa, o qorxu ilə üzləşirsiniz. Ya da məsələn, daha çox varlanmanıza, pul qazanmanıza əngəl olan bir inancınız varsa və bunu bastırmısınızsa, bu ortaya çıxır. Bəzən çox uzun zaman öncə aldığınız bir travma qarşınıza çıxır, üzləşirsiniz. Bu tərz şeylər ümumiyyətlə həm 12-ci ev, həm Əqrəb təsiri yüksəkdir, çox böyük ehtimalla özünü göstərəcək. Və Əqrəblə 12-ci evin bir ortaq cəhəti var, spiritualizm, enerji, hətta bəlkə də magiya və şəfa. 12-ci evin vurğusu çox olduğu üçün bu tərz enerjilər çox işləyəcək. Bu da belə başa düşürük ki, may ayında çox ruhani bir enerji olacaq. May ayında Əqrəb temaları çox gündəmdədir. Əqrəb temaları nədir? Paranoyalar, qısqanclıqlar, şübhələr, nifrət, qisas, amma sadəcə negativ şeylər yox. Ambisiya, hədəflərinə doğru getmə, küllərindən doğulma, ehtiras, bunların hamısı Əqrəb bürcünün enerjisidir və bütün bürclərə təsir göstərəcək. Və təbii ki, spirituallıq, ruhanilik, hətta dediyim kimi şəfa və ya magiya tərsi özünü göstərə bilər. Və bu çox güclü 12-ci ev təsiri olduğu üçün gizli düşmənliklərə qarşı çox ehtiyatlı olmalıyıq. Xüsusən gizli düşməniniz varsa, bu may ayında çox böyük ehtimalla ortaya çıxacaq. Sizin arxanızca iş çevirən, sizlə oyunlar oynayan, sizin quyunuzu qazmaq istəyən, pis niyyətli düşmən, gizli, arxada qalmış insanlar varsa, 99% salıb ki, bu insanlarla bağlı çox böyük bir üzləşmə yaşayacaqsınız və başa düşəcəksiniz ki, kimsin dostunuzdur, kimsin düşməninizdir. Və bu dolunayda Uran təsiri çox yüksəkdir. Bu da may ayında ani hadisələri artırır. Düzdür, bu Uran təsiri, yəni belə deyərdik ki, qüvvətliymiş. Bu qədər qüvvətli duran təsiri ani olaraq həyatımızda gözəl inkişaflar, gözəl gelişmələrin ola biləcəyi kimi ani şəkildə sərt, çətin, problemli şeylər də gətirə bilər. Bildiyim şey odur ki, pis ya da yaxşı hadisələr ani bir şəkildə olacaq. Ani xaoslar, krizlərin ola biləcəyi kimi ani fürsətlər və şanslar da ola bilər. Yəni may ayında göy hadisəsi azdır, amma bərk hadisələrdir, güclü hadisələrdir. Bundan əlavə olaraq görək Əqrəb dolunayında başqa bir şey varmı? Burada Venera-Mars trayını çox böyük bir seksuallıq gətirir. May ayı seksual enerjinin zirvədə olacağı bir ayıdır. Ehtiras, cinsəllik, yəni seksuallıqla bağlı hər şey may ayının zirvəsindədir.
Və bu arada terapiyalar, psixoloji seanslar, şəfalar üçün də ideal aydır həqiqətən də. Bundan əlavə görək başqa Venera Pluton seksil aspekti var. Münasibətlərlə bağlı transformasiya və ümumiyyətlə dəyişimlər və dönüşümlərdə may ayının gözlənilən bəzi göy hadisələrindən biridir. Xüsusən bu arada bildirmək istəyirəm ki, bu Əqrəb dolunayı xüsusən Əqrəb burcları üçün bərk təsir edir. Şir, Doğulça və buğalara biraz sərt amma güclü təsirlər göstərir. Daha çox xərçəng burclarına, balıq burclarına daha gözəl, xoş xassəli təsirlər göstərir. Qız burcu ilə Oğlaq burcuna daha xoş xassəli təsirlər göstərir. Digər burcların isə indi yorumladıqca görəcəksiniz və bu burcları da görəcəksiniz bu arada, ətraflı yorumlamadım. İndi təkbətək burcu yorumlayanda başa düşəcəksiniz. Görək may ayında başqa bir göy hadisələrindən nə var? Çox önəmli hadisə var. Saturnun Qoç burcuna keçməyi dəhşət vacib bir hadisədir. Saturn 3 ildən bir burc dəyişir. Bu Saturnun əsid keçidi deyil. Yəni Saturn indi Qoç burcuna keçəcək, neçə ildir ki balıqdaydı. Amma çox qısa müddət qalacaq. Çox qısa dediyim, yəni səhv salmıramsa düz xatırlayıram, sonra baxmamışam, amma sentyabrın 1-nə qədər qalmalıdır. Yəni axır ki yay ərəfəsində Saturn Qoçda olacaq. Ondan sonra Saturn retro hərəkət edib təzədən qayıdacaq balığa. Bu ərəfə çox vacib bir ərəfədir, çünki balıq bürclərinin bir canı rahatlayacaq, bir nəfəs ala biləcəklər. Balıqlar, qız bürcləri, əkizlər bürcləri və oxatan bürclərinin üzərindən bir yük gedəcək. Çünki Saturn sınaqlarla əlaqədardır, imtahanlarla əlaqədardır. Yəni bizim həyatla bağlı verdiyimiz sınaqlarımızdır. Saturn insanın belinə yük yükləyir və insanı elə bir əli çubuqlu bir müəllimdir. Saturn döyə-döyə öyrədir. Ağıllanırıq, disiplin qazanırıq, əzm qazanırıq, amma əziyyətlə olur bu. Və bu demək deyil, belə bir şey yaşayacaqsınız. Sadəcə Saturnun xassəsini izah edim sizə. Baxın, ayın 25-i Saturn Qoç burcu ilə keçməyi ilə bir yerdə balıq burcunun, qız burcunun, əkizlər burcunun və oxatan burcunun bu ağır enerjidən canı qurtarır. Amma təbii ki, yəni Saturn yox olmadı, Qoç burcuna keçdi. Ona görə də, amma Saturnun Qoça keçməyi ilə Qoç bürcləri, Tərəzi bürcləri, Xərçəng bürcləri və Oğlaq bürcləri bu yay ərzində Saturn təsiri altında olacaq. Açıq danışırıq da, bilirsiniz, yəni oturub mən yalan danışan deyiləm. Bu yay sizin üçün başdan ayağa tətil deyil. Lap tətil eləsəz belə, arxa fonda məsuliyyətləriniz olacaq, çalışıb çabaladığınız mövzularınız olacaq, yəni müəyyən zorluqlarınız, müəyyən yükləriniz olacaq. Müəyyən mübarizələr verəcəksiniz. Amma bu mübarizələri sevgi və işıqla başa düşmək, öyrənmək həyatınızı asanlaşdırar və zaten bu yay ərzində bu arada yaşananlar qarşıdan gələn 3 ilində bir nöqtədə özətidir. Yəni Qoç burcu, ümumiyyətlə bütün burclar bu yay, yəni mayın 25-dən sonra artıq düz sentyabrı, təxminən düz xatırlayıram, sentyabrın 1-nə qədər olan periodda, yəni bütün yay ərzində nə yaşayırsınızsa, bunlar 2026, 27 və 2028-dən müəyyən özətlərdir. Yəni o dərsləri əsasən öyrənəcəksiniz. Ona görə çox zorluq yaşayacaqsınız deyə bilmərəm. Amma qarşılaşacağınız dərslər nədir? Bunun bir spoilerin, fraqmentini alacaqsınız. Saturn Qoçda olanda ümumiyyətlə bütün burclar cəhətdən baxsaq, insan öz egosu ilə bağlı sınanır. Xarakteri, şəxsiyyəti, seçimləri, egosu bəzən də atası ilə bağlı sınanır. Və bu bütün burclara aid bir şeydir. Bəs yaxşı, Saturnun balıqdan getməyi bəs nədən bizi azadlaşdırdı? Mənəvi sınaqlardan, psixoloji sınaqlardan nisbətən azaltdı. Yəni mənəvi, psixoloji olaraq çox böyük sarsılmaların və s. qarşısını aldı, amma bu yay ərzində biraz da azad hiss elətdirəcək biz özümüzü. Yaxşı, 26-sı Merkur əkizlərə keçir və bu xaotik Boğanın sakit enerjisi bitir və əkizlərin enerjisi daha da yüksəlir. Onsuz da mayın 26-sında əkizlər burclarının ad günüdür. Üstəgəl, yəni Merkurin də əkizlərə keçmək vəbşə də bu enerjini gücləndirəcək. Elə bir vəziyyət gətirəcək ki, çox hərəkətli olacaq, beynimiz çox yaxşı işləyəcək. Oradan bura, buradan ora, oradan bura hərəkətli bir dönəmə keçirik. Yəni mayın ilk dönəmi daha sakit bir enerji ikən, amma yəni də xaosu da var, bilirsiniz, Əqrəb dolunayı. 26-sından sonrası ümumiyyətlə hərəkətlidir. Canlı, hərəkətli, sosial, əyləncəli bir dönəmdir. Elə onsuz da Merkurin əkizləri keçməyin arxasıca direkt əkizlər burcunda bir yeni ay baş verəcək və o daha da bizi hərəkətləndirəcək, canlandıracaq, coşduracaq. Və ayın 30-u Günəşlə Merkurinin qovuşacağı xüsusi bir günümüz var. Mayın 30-u səhər saatları Merkur ilə Günəş qovuşur. Bu çox xüsusidir. Və mayın
Bir dənə də tarixi var. Səhifəmizin orada deyəcəm. Düz 30-undan bir gün qabaq, bir gün sonra bir tarixdir. Səhifədə onu deyəcəm. Çox xüsusi bir an olacaq. Edəcəyiniz mistik rituallar, spiritual çalışmalar çox güclü işləyəcək. Belə deyim, mayın 27-sindən sonrasını rezervasiya edin ritual eləmək üçün. Çünki çox mənəvi ya da dua eləmək üçün artıq necə istəyirsə, inancınız nədirsə, çox mistik bir vaxt olacaq. Yəni belə baxırıq ki, may ayının aksiyonlu şeyləri var, amma çox az göy hadisəsi var. Yəni mənim qeyd etdiklərim cəmi 6 dənə göy hadisəsidir, amma bərk, ikisi çox bərk hadisələrdir. Ona görə də mən düşünmürəm çox sürünərik. Yəni biraz aksiyonları olacaq, amma belə wow, dəhşət o. Məsələn, hansı ay idi o? Yanvar, fevral, mart ayı, retrolar, o bu elə bir şey deyil yəni. O ayların nəzərən çox daha yaxşıdır. Tamam, gəlin keçək tək-tək bürclərə. Gəlin görək bürcləri nələr gözləyir may ayında. Əziz qoçlar və xüsusən də yüksələn bürcü qoç olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz qoçlar, may ayının totalında 8-ci eviniz çox vurğuludur və güclü işləyir. 8-ci ev dəyişim, transformasiya, başqalarından gələn pul, miraslar, ortalıq işlərdən gələn qazanclar, seksuallıq, cinsəllik, mənəviyyat, travmalar, spiritualizm, enerji, şəfa, bitiş və başlanğıcları təmsil edir və may ayında bu mövzulardan bir neçəsinin gündəmdə olacağını demək mümkündür. May ayında seksual enerjiniz çox güclü olacaq, cinsi həyatınız varsa daha da aktivləşəcək və ya cinsi həyatı tam olmayanların da bəlkə həyatında hərəkətlənmələr olacaq. Bundan əlavə olaraq may ayında enerjiniz çox qüvvətli olacaq, edəcəyiniz rituallar, praktikalar çox bərk işləyəcək. May ayı travmalarınıza toxuna bilər, özünüzü həssas hiss edə bilərsiniz. Təəssüf ki, travma yaşaya bilərsiniz və ya bir travmanızı sağalda bilərsiniz. Əməliyyat kimi bir şeylər düşünənlər varsa may ayında bunlar gündəmə gələ bilər. May ayının sərt, belə deyək də, dolunayı güclü bir təsir ortaya qoyacaq və həyatınızda bəlkə də nələrinsə may ayında dəyişməyinə, ya psixoloji, ya da elə fiziki olaraq gözlə görülür bir şəkildə həyatınızda dəyişimlərə səbəb verə bilər. Maddi mövzularda son dərəcədə gündəmə gətirəcək. May ayında birinci evinizə Saturnun keçəcəyini görürəm. Bu deməkdir ki, sizin bu yayki sınağınız başlayır. Deyəcəksən ki, nə oldu ya da bir dənə yaxşı sözdür? Yox, stop, narahat olmayın. May ayının 30-u sizin üçün xüsusi bir tarixdir. Manifest etməyiniz üçün idealdır. Nəysə, may ayında baxın, birinci evinizdəki Saturn sizə çoxlu dərslər öyrədəcək. Bir-iki arıqlaya bilərsiniz hər şeydən əlavə olaraq. Yəni, əgər bir artıq çəkiniz və s. varsa, yay ərzində o artıq çəkini atma ehtimalınız çox yüksəkdir. İkincisi olaraq, məsuliyyətlərinizi götürəcəksiniz. Çalışacaqsınız, çabalayacaqsınız, zəhmət çəkəcəksiniz və bütün yay boyu da bu davam edəcək. Təbii ki, illaki tətili falan da eləyərsiniz, amma arxa planda məsuliyyətləriniz olacaq və xəyallarınızı, arzularınıza doğru çalışacaqsınız. İndi baxın, qoçlar, diqqətlə qulaq asın. Vacib bir şey deyirəm, xüsusən də yüksələn bürcü qoç olanlar. Hətta qoç bürclərdə fərq yoxdur. Baxın. Birinci ev Saturnu düzgün işlədə bilsəz, çox uğurlu olarsınız, çox şans, qazanc, yüksəliş, güc, uzun zamandır edə bilmədiyiniz şeylər edərsiniz. Səhv işlətsəz, qıtlıq, kasıblıq, zorluq, çətinlik, ən pis təqdirdəsə səhhətinizlə bağlı problem olar. İndi sizə izah edəcəm necə düzgün işlədirsiniz. Saturnun sizdən tələbi çox sadədir. Dərsləri öyrən, yəni həyatın gətirdiyi dərsləri öyrən, başa düş, eyni səhvləri təkrar eləmə və istəklərin üçün çabala, çalış. Özü də sizin xəritənizə görə 10-cu evin yöneticisidir, idarə edicisidir deyə əsasən karyeran üçün və hədəflərin üçün çalış, çabala. Bunu eləsəz, normal eləsəz bunu, vaxt ayırsaz buna, bomba kimi. Çox da nə qıtlıq, nə zorluq, nə belə sürünmə yaşamayacaqsınız. Yox, siz bunu eləməsəz, bu dediyim o biri təsirlər, negativ təsirlər yaşaya bilərsiniz. Ona görə bax, astrologiyanı izləmənin faydaları. Sizə deyirəm, nə edəcəksiniz və sizə deyirəm ki, bunu etməsəz nə olacaq? Çalışın, çabalayın, zəhmət çəkin, lazım olsa əziyyət çəkin, hədəflərinizə, arzularınıza, xəyallarınıza gedin. Amma məsuliyyətsizlik qətiyyən mayın 25-dən sonra yay ərzində nə barədə ki, bir məsuliyyətsizliklərə girərsiniz. Saturnun heç acıması yoxdur, əli taxtalı müəllimdə xəbəriniz olsun. Sonra şirin-şirin göy hadisələrimiz də var. 3-cü evinizdə Merkuri keçir, 3-cü evinizdə bir yeni ay olur. İşte nə bilim, əylənəsiniz, ölkə daxili səyahətlər edə bilərsiniz.
Yeni təlimlər ala bilərsiniz, təhsillər ala bilərsiniz, yəni özünüzü inkişaf elətdirə bilərsiniz. Ailə fərdləri ilə, qohum-əqrəbələr, qonşular, qardaş-bacılarla bir araya gələ bilərsiniz. Belə maraqlı, şən, gözəl vaxtlar keçirdərsiniz. Ayın 30-u manifest eləyin. Bundan əlavə olaraq sırf öz bürcü Qoç olanlar, yəni yüksələn bürcü Qoç olanlar yox, sırf günəş bürcü Qoç olanlar, yəni öz bürcü Qoç olanlar, sizə də demək istədiyim, yəni bu bayaq dediyim həm Qoça, həm yüksələn Qoça aid idi. İndi isə spesifik olaraq sırf Qoç bürclərinin də bir sözüm var. Əziz Qoç bürcləri, may ayında dualar, meditasiyalar bol-bol eləyəcəksiniz. Ya dua eləyəcəksiniz, ya enerji göndərəcəksiniz, ya meditasiya eləyəcəksiniz. Bunların heç birini eləməsəniz, sadəcə oturub yatacaqsınız. Passivlik olacaq. Və may ayında biraz qəlbinizi qıran bəzi situasiyalar ola bilər. Yəni may ayında biraz xətrinizə dəyə bilərlər. Bir damcı sizi incidə bilərlər. Amma narahat olmayın, dünyanın axırı deyil, ya da çox dəhşətli bir şey deyil. İtirmə qorxunuzu kənara atın. Baxın, siz may ayında biraz qıtlıq bilincinə meyillisiniz. Qıtlıq yaşayasınız demirəm, qıtlıq bilincinə meyillisiniz. Yəni itirməkdən qorxmaq, indi bilmirəm, bəlkə biraz çətin günləriniz olub və s. nəsə bir şey olub. Amma itirməkdən qorxacağınız, hər şey bərk-bərk tutacağınız, yəni bəlkə heç Qoç bürcünə uyğun deyil, amma bəlkə bir simiclik eləyəcəyiniz ki, heç simic Qoç görməmişəm, amma olanda olur da həyatda. Yəni biraz belə enerjilər var. Ona görə enerji göndərən, yatmaq yerinə bol-bol dualar, meditasiyalar edin. Qəlb qırıqlığında heç bir şey barədə bir şey deyə bilmərəm və itirməkdən qorxmayın, rahat olun. Hər şey olmalı olduğu kimi olur. Hər şey yaxşıdadır, bunu unutmayın. Əziz Qoçlar və yüksələn bürcü Qoç olanlar, may ayı sizin üçün uğurlu olsun. Sevgi və işıqla qalın. Əziz buğalar və xüsusən də yüksələn bürcü buğa olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. İkinci eviniz vurğuludur, ikinci evinizdə hərəkətlənmələr, aksiyonlar var. İkinci evinizdə keçən olan Merkuri, xüsusən ticarətlə məşğul olan buğa bürcləri varsa, ya da yüksələn buğa olanlar varsa, sizə ticari cəhətdən çox böyük uğurlar gətirə bilər. Örgənmə, örgətmə, xidmət sektoru, ticarət, bu təşkil işlərlə məşğul olanlar üçün may ayı idealdır, möhtəşəmdir. Bundan əlavə ikinci ev Merkuri beyninizi, zəkanızı pul mövzularına yormağınıza, pulla bağlı nələrsə fikirləşməyinizə, düşünməyinizə səbəb verə bilər. Pul mövzularını bol-bol gündəmə gətirəcək. Üstəgəl ayın sonu ikinci evinizdə olacaq olan yeni ay, may ayının sonlarına doğru, maddi mövzularla bağlı yeni başlanğıclar, yeni qapıların açılmağı, pulla bağlı gelişmələr, inkişaflar, yepyeni pulla bağlı nələrinsə olmağına da eyni şəkildə səbəb verə bilər. Bundan əlavə 7-ci evinizdə bir dolunay olacaq və bərk bir dolunay olacaq. Bütün may ayına təsir edəcək. Total may ayının əsas mövzusu pul və ciddi münasibətlərdir. Bu evlilik münasibəti ola bilər, sevgi münasibəti ola bilər. Böyük ehtimalla bunlardan biri olacaq. Amma ikinci dərəcəli ehtimal iş münasibətləri və digər münasibət növləri, yəni iş münasibəti və s. Belə şeylərin may ayında bol-bol gündəmə gələcəyinə, bəlkə yeni birinin həyatınıza girəcəyinə, bəlkə mövcud münasibətinizlə bağlı nələrsə tamamlanacağına və ya gün üzünə çıxacağına, aydınlanacağına izləyə bilərsiniz, görə bilərsiniz. Bundan əlavə olaraq 12-ci evinizdə may ayında Saturn keçir. Yaxşı xəbərim odur ki, dostluqlarla bağlı sınaqlarınız bitir. Pis xəbərim deməyək də belə orta dərəcəli xəbərim odur ki, psixoloji olaraq biraz yorulacaqsınız. May ayında yox, may ayının sonundan etibarən biraz başlayacaq. Psixoloji olaraq biraz yorulduğunuzu, biraz yıprandığınızı hiss edəcəksiniz, amma dincələrsiniz, keçib gedər və şüuraltınızın dərinliklərində olan qaranlıqla üzləşib onları şəfalandırmanız üçün möhtəşəm bir dönəm olacaq. Yəni may ayı bol pul enerjili, bol sevgi enerjili, amma sizin karmalarınızdan asılı olaraq pul gətirən ya da aparan, sevgi gətirən ya da aparan şəkildədir. Amma bu iki mövzunun çox bərk gündəmə gələcəyindən çox da şübhəm yoxdur. Bundan əlavə olaraq sırf özbürcü buğa olanlar, sizə də demək istəyirəm ki, münasibətlə bağlı dəhşət yaxşı enerjilər var. Yəni evlənə bilərsiniz, evlilik yolunda addım ata bilərsiniz, evlənə biləcəyiniz insanı tapa bilərsiniz. Eşq enerjiniz inanılmaz gündəmə gələcək. Sevgi, eşq, ikili münasibətlər, ortaqlıq işlər, ailə, yuva mövzuları bol-bol gündəmə gələcək. Bu mövzularla bağlı baxış bucağınızda dəyişimlər yaşaya bilərsiniz və əslində bu xeyirli bir şeydir. Bundan əlavə olaraq biraz gecikmələr, biraz ləngimələr, bir addım irəli, iki addım geri kimi situasiyalar ola bilər, amma bunlar da çox davam eləməyəcək, böyük ehtimalla həll olub gedəcək. Yəni əziz buğalar, pul və eşq əsas iki mövzu sizin üçün dəhşətli dərəcədə gündəmdədir. Karmanızı təmiz tutun, kainata pozitiv enerjilər göndərin ki, bunlar daha çox sizin üçün xeyri şəkildə olsun. Arzulayıram ki, də elə olar. Özünüzə yaxşı baxın buğalar, sevgi və işıqla qalın. Əziz əkizlər bürcülər və xüsusən yüksələn bürcü əkizlər olanlar, siz ilk videodakı adamlarsınız ki, mən pişiyimi görməyə nail oldunuz.
Gördüyünüz tanış edeyim, Şim Süsəngöl. Əkizlər bürcləri birinci evinizə Merkuri keçəcək və bu birinci evinizə keçəcək Merkuri həyatınızı çox hərəkətləndirəcək. May ayında bol-bol hərəkətlər, aksiyonlar, enerjilərlə doludur sizin üçün. Ağlınız, zəkanız möhtəşəm işləyəcək. May ayında oradan bura, buradan ora qaça bilərsiniz. Bol-bol hərəkət edə bilərsiniz. Yəni həyatınızda inanılmaz dərəcədə çox aksiyon olacaq. Bundan əlavə olaraq ikizlər bürcü birinci evinizdə olacaq olan yeni ay sizin xarici görünüşünüzlə də bağlı bir şeyləri dəyişdirə bilər. Özünüzlə bağlı yeni şeylərə başlaya bilərsiniz. Xarici görünüşünüzdə saçınızı, saqqalınızı, yəni oğlanlar, nə bilim qızlar fərqli şeylər dəyişdirə bilərlər və həyatınızda bir bu cəhddən də bir yenilik olacaq. Yəni özünüzü təmsil edən bir yeni ay olacaq sizin bürcünüzdə və biraz da duyğusallaşdıracaq sizə. Bundan əlavə 6-cı evinizdə olacaq olan çox güclü bir dolunayımız var may ayında. Bu da sizin sağlamlığınıza təsir edə bilər. Ona görə riskə getməyin, çox soyuq bir şey içməyin və s. Bundan əlavə olaraq iş həyatında dəyişimlər, günlük rutinlər, diyet, sağlamlıqla bağlı dəyişim küləklərinin əsməyi özünü göstərə bilər. 11-ci evinizdə keçəcək olan Saturnsa sizin ümumiyyətlə may ayında dostluqlar, sosial çevrə ilə, təkcə may ayında yox, ümumiyyətlə yay ayında biraz dostlarınızla, sosial çevrənizlə bağlı sınana biləcəyinizi bizə göstərir. Ona görə ehtiyatlı olun, yaşca böyük insanlar həyatınıza girə bilər dost kimi, amma təkcə may ayında yox, ümumiyyətlə yay ayları ərzində. Və yəni dediyim kimi bu tip insanlarla, yəni yaşca daha böyük insanlar ya da daha bilgə, daha bilikli insanlarla müəyyən qədər iç-içə ola bilərsiniz, əziz əkizlər bürcləri. Yəni əziz əkizlər bürcləri həyatınızda çox da belə dəhşət aksiyonlu olmasa da birinci evinizə keçəcək olan günəş sizi parıldadacaq, işıldadacaq. Özünüzdə nələrsə dəyişdirəcəyiniz, qəşəng görsənəcəyiniz, gözəl, şən, isti, daha xoş enerjilərdə biraz aqressivləşə bilərsiniz. Merkurin xüsusən birinci evinizə keçməyi sizi may ayında biraz aqressivləşdirə bilər. Bundan əlavə olaraq may ayı boyu Merkur həm də ikinci evinizdə transit edəcək. Bu da pul mövzularını gündəmə gətirəcək. Əsasən də ticarət, satış ya da ünsiyyət danışıqla bağlı iş görən əkizlər bürcləri varsa, vəbşə də bu mövzuları gündəmə gətirəcək. İndi sırf öz bürcü əkizlər olanlar, yəni ki, ad günü yaxınlaşanlar, sizlər də demək istədiyim bəzi şeylər var. Ümumiyyətlə dediklərim həm yüksələn, həm əkizlərə aid idi. İndi dediyim sırf əkizlər bürclərinə aiddir. Əkizlər bürcləri həyatınızda hərəkətlənmələr və fiziki mənada hərəkətlənmələr də ola bilər. Maşınla yol səyahətləri və ya harasa getmək ya da ümumiyyətlə səyahət kimi mövzular nisbətən may ayında bəlkə də ola bilər. Biraz daha bugünə qədər qatı fikirləşdiyiniz və dəyişməyini istəmədiyiniz, dəyişimindən qorxduğunuz şeylər də müəyyən qədər gündəmə gələ bilər. Ailə böyükləri və s. kimi belə böyük ya da müəllim fiqurları müəyyən qədər gündəmə gələ bilər və pulla bağlı daha gözəl, daha xoş, daha müsbət təsirlərin özünü göstərəcəyini demək mümkündür. Yəni əslində bir nöqtədə gözəl, qəşəng, şən enerjiləri daha çox var. Arzulayıram ki, may ayı sizin ən yüksək xeyrinizə xidmət eləyər. May ayı sizin üçün möhtəşəm olsun. Əziz xərçəng bürcüləri və xüsusən yüksələn bürcü xərçəng olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz xərçəng bürcüləri 12-ci evinizdə transit edəcək olan Merkuri 11 və 12-ci evlərinizdə transit edəcək və bu da sizin may ayı ərzində həm spirituallıq, ruhani mövzulara yönələcəyinizə, həm də sosial həyatınızda çox daha aktiv olacağınızı bizə göstərir. Bol-bol dostlarınızla vaxt keçirə bilərsiniz, əylənə bilərsiniz, həyatdan zövq ala bilərsiniz. Lakin eyni şəkildə də bəzən biraz depressiv və beyni bulanıq, uyuşuq ya da sanki harasa nəyisə fikirləşirmiş, düşünürmüş kimi, bir şeylərlə bağlı bir xəyal qururmuş kimi tez-tez biraz türklər demiş dala bilərsiniz. Yəni fikriniz başqa yerlərə çox dağıla bilər. 5-ci evinizdə bir dənə dolunayımız var. Bu 5-ci evinizdəki dolunay eşq enerjinizi ortaya çıxardacaq, sevgi enerjiniz gündəmə gələcək. Bol-bol flörtlər edə bilərsiniz, bol-bol sevgi yaşaya bilərsiniz. 5-ci evdə olan bu dolunay həyatınızda eşq, sevgi, uşaqlar, arzular, ehtiraslar, hobilər, əyləncələr, belə şeylərin may ayında bol-bol gündəm eləyəcək. Çox böyük ehtimalla. Uşaq istəyənlər üçün də maraqlı, uşaqların gündəmə gələ biləcəyi bir zamandır. May ayında ondan əlavə olaraq 10-cu evinizdə Saturn olacağını görürəm. Bu da maydan etibarən, mayın axırlarına doğru keçəcək Saturn və sentyabrın 1-nə qədər davam edəcək. Bu ərəfədə karyera həyatınızla bağlı müəyyən sınaqlarla qarşılaşacaqsınız. İş həyatı, karyera, statusla bağlı olaraq müəyyən sınaqlarınız olacaq. Amma gərək siz
kainatın sizdən istədiyini eləyəsiniz. Yəni ki, çalışasınız, çabalayasınız, əzm ortaya qoyasınız. Əgər may ayının axırından bütün yay ərəfəsində yetərincə zəhmətinizi, əzminizi ortaya qoysanız, hədəfləriniz, arzularınız üçün çalışsanız, çabalasanız, daha gözəl olacaq bu yay. Nəinki may, yay. Amma siz iş həyatı ilə bağlı bundan öncə öyrəndiyiniz dərslərinizi öyrənməsəz, yəni daha doğrusu tətbiq etməsəz, siz yetərincə əzm ortaya qoymasanız, məsuliyyətsizlik eləsəz, mayın sonu da yay aylarda sizin üçün karyera cəhətdən çox çətin keçəcək. Ona görə yaxşıcana çalışıb çabalamaq və məsuliyyətlərinizi götürmək lazımdır. Bu dönəmi sağ-salamat, rahat bir şəkildə atlatmanın yolu budur. Saturn 9-cu evinizdən çıxıb bu arada xaricə və s. getmək istəyirsə, bununla bağlı əngəlləyici enerjilər də bitib. Və may ayında 12-ci evinizdə olacaq olan yeni ay sonlarına doğru olacaq. Spiritual enerjimizi dəhşət gücləndirəcək. Xüsusən mayın 29-un axşamı və 30-u sizin üçün dəhşətli bir tarixdir. Yəni 12-ci evinizdə, 12-ci və 1-ci evinizdə enerjilər çox yüksək olacaq. Dəhşətli deyəndə yaxşı mənada dəhşətdir. Nə manifest eləsəz, nə ritual eləsəz, nə dua eləsəz çox daha sürətlə sizin üçün işləyəcək və qəbul olacaq. Ona görə may ayının 29-u axşamı saat 9-10 ərəfəsini, bir də may ayının 30-unu nəzərə alın. Sizin üçün dəhşət önəmli bir vaxtdır, çox faydalı bir dönəmdir. Bir şeylər edin. İndi öz bürcü xərçəng olanlar üçün nəsə demək istəyirəm. Bayaq dediklərim həm öz bürcü xərçəng olanlara aid idi, həm də əsasən yüksələn bürcü xərçəng olanlara. Bu dəfə isə sırf öz bürcü xərçəng olanlar. Sizlər bilməlisiniz ki, may ayı sizin üçün ilahi ədalətin, karmik enerjinin çox güclü işləyəcəyi bir ərəfədir. Nə barədə may ayında haqsızlıq səhv eləyəsiniz və biri sizə haqsızlıq səhv eləsə, çox sərt bir şəkildə cavabını alacaq. Çünki ilahi ədalətin enerjisi çox kəskindir. Gözəl işbirlikləri, sevgi, eşq, flört çox güclü işləyəcək sizin üçün. Həyatınıza ümid işığı doğula bilər. İçinizdə bir ümid, şans və böyük bir şəfalanma yaşaya bilərsiniz. İlahi ədalət, karma ən yüksək xeyrinizə ən gözəl şəkildə işləyəcək. Siz də gərək heç bir karmik, negativ şeylər eləməyəsiniz. Çəkdiyiniz zəhmətin qarşılığını çox gözəl alacağınız və şəfanın, birliyin, bəlkə iş birliyi, bəlkə münasibət birliyi, bəlkə daha ciddi münasibət birliyi bu mövzuların enerjisinin möhtəşəm olacağı bir dönəmdir may ayı sizin üçün. Əziz xərçənglər və yüksələn bürcü xərçəng olanlar, arzulayıram ki, may ayı sizin üçün möhtəşəm olar. Sevgi və işıqla qalın. Əziz şir bürcüləri və xüsusən də yüksələn bürcü şir olanlar, gəlin görək may ayında sizləri nələr gözləyir. Əziz şir bürcüləri, may ayında 10-cu 11-ci evinizdə transit edəcək olan Merkuri birinci iş həyatımızda bol-bol gündəmə gətirə bilər. İş, karyera, pul kimi mövzular, əsasən də iş, karyera çox hərəkətlənməli, çox möhtəşəm şəkildə gündəmə gələ bilər. İşiniz varsa da demirəm işi olmayan işi olar, bilmirəm. Amma işi olanlar üçün iş həyatında bol-bol hərəkətlərin olacağı və mayın sonuna qədər mayın sonuna yaxınsa artıq bu enerjinin sosial çevrə enerjisinə çevriləcəyini və bu hərəkətlənmələrin iş yerinin əvəzinə sosial çevrənizdə olacağını demək mümkündür. Yəni mayın ilk 20-25 günündə iş həyatı ilə bağlı bol-bol aksiyonlar, hərəkətlənmələr, may ayının son 5-10 günündə isə artıq daha çox sosial çevrənizdə populyarlaşma, dostlarınızla görüşmə, əyləncəli zamanlar keçirtmə gündəmdə ola bilər, ya da hədəfləriniz, xəyallarınız üçün düşüncələr inkişaf elətdirmək gündəmdə ola bilər. May ayında 4-cü evinizdə güclü bir dolunayın olduğunu görürəm. Bu dolunay, əqrəb dolunayı sizin 4-cü evinizə təsir edir. Ailə, yuva, ev mövzuları gündəmə gəlir. Evlə, ailə ilə, yuva ilə bağlı həll edə bilmədiyiniz, yarımçıq qalan nələr varsa, bunlarla bağlı şəfalanmalar, dəyişimlər, gündəmə gəlmə və ya gərginliklər özünü göstərə bilər. Bu evlə bağlı da tamamlanma, yəni ev almaq, ev satmaq ya da ev, bildiyim fiziki ev ya da ev, yuva, ailə mənasında evdə özünü göstərə bilər. May ayından etibarən 9-cu evinizdə Saturn keçir, 8-ci evdəki Saturn transiti bitir. Beləliklə artıq həyat yoldaşı maddi durumu, ortalıq işdən gələn qazanclar, cinsəllik, seksuallıq, spiritual mövzular, şəfa mövzuları ilə bağlı əngəlləyici, məhdudlaşdırıcı nələr varsa bunlar ortadan qalxır. Bir çox insan, bir çox qadının həyat yoldaşı maddi durumu arta bilər və ya bir çox kişinin qurduğu ortalıq işlər daha uğurla inkişaf edə bilər may ayında, etibarən sonlarına doğru və bütün yay aylarında. Lakin Saturn 9-cu evinizə keçir. Təhsil alırsınızsa təhsillə bağlı mübarizə, zorluqlar yaşaya bilərsiniz. Mayın sonu və yay aylarında ki, yay aylarında çox təhsil olunur. Ən azından bu barədə yaxşısınız. Və 9-cu ev biraz da xaric
keçdi. Xarici mövzularına beyin yora bilər, əziyyət çəkə bilərsiniz və ya bəzi çətinliklər, qısıtlamalarla bəlkə qarşılaşa bilərsiniz. Ehtiyatlı olun da, sizlik bir şey də yoxdur çox, amma nəysə. Və may ayında 11-ci evinizdə qəşəng bir yeni ay olacaq. Ümidlərinizə, arzularınıza, xəyallarınıza gedən yolda açılan qapılar mənasına gələ bilər və ya sosial çevrənizdə yeni insanlarla dost olmaq, dostluqlarla bağlı dəyişim, dönüşüm, transformasiyalar yaşamaq ola bilər. Lakin bildiyim şey odur ki, mayın sonlarına doğru yeni bir dost, yeni sosial çevrənizə biri daxil olsa, bu insan bəlkə də həyatınızdakı önəmli bir fiqur, bəlkə bir çox dərs öyrədən və ya tam tərsinə gözəl şeylər, daha çox gözəl mənada təsir göstərən biri ola bilər ya da transformasiyaya səbəb verəcək biri. Yəni, sosial çevrənizdə aktiv olduğunuz, maraqlı, gözəl, dönəmli, əziz şir bürcləri. Bundan əlavə şirlər, sırf öz bürcü şir olanlar üçün bir-iki cümlədə ekstra demək istəyirəm. Sırf öz bürcü şir olanlar, sizlər bir çox probleminizdən bağlı böyük bir tamamlanma yaşaya bilərsiniz. Zorlu, çətin, gərgin mövzularda tamamlanmalar ola bilər həyatınızdakı bir problemlə bağlı. Lakin başqa cürdə gərginliklər, bəlkə də dava-dalaşlar may ayında müəyyən qədər olacaq. Gözlədiyiniz bir pul may ayında gələ bilər. İş həyatı ilə bağlı gərginliyin olma ehtimalı daha böyükdür. Xüsusən iş həyatınızda biraz sözünü deyən avtoritet bir kişi obrazı varsa, dili sərt bir kişi obrazı ya da əkizlər tərəzi dolça bürcü bir kişi obrazı varsa ya da ümumiyyətlə həyatınızda əkizlər tərəzi dolça bürcü bir kişi obrazı varsa, bu insanın gündəmə gəlməyi də ehtimaldır. Pulun gəlməyi və biraz gərginliklər gündəmdədir, amma pozitivdir sizdə. Düzdür, dava-dalaş, rəqabət, gərginliyi ola bilər, amma onun xaricində qalanları problemlərin həll olmağı və pul gəlməyi də onun üçün gözəldir. Əziz şir bürcüləri, arzulayıram ki, may ayı sizin üçün möhtəşəm olar. Sevgi ilə və işıqla qalın. Videomu bəyəndinizsə bəyənməyi də unutmayın. Revizləsə yorum yaza bilərsiniz, öz qərarınızdır. Əziz qız bürcüləri, xüsusən yüksələn bürcü qız olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Qız bürcüləri 10-cu evinizə keçəcək olan Merkuri karyera həyatınızdan bağlı hərəkətlənmələri ortaya çıxarda bilər. Mayın ilk zamanları təhsil və səyahət etməklə bağlı çox gözəl enerjilər var, xüsusən uzaq yol səyahətləri ilə bağlı. Ona görə bundan dəyərləndirməyiniz daha gözəl olar. Lakin mayın sonlarına doğru və müəyyən qədər iyun aylarında da əsasən karyeramızla bağlı enerjilər gündəmə gələ bilər. İş həyatında hərəkətlənmələr və aksiyonlar özünü reallaşdıra bilər. Bundan əlavə olaraq 3-cü evinizdə olacaq olan bir dolunay var və bu da yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi insanları gündəmə gətirə bilər. Bu insanlarla bağlı həm dəstəklər, şanslar, həm də müəyyən qədər gərginliklər özünü göstərə bilər. Yeni təlimlər, təhsillər almaq üçün də may ayı möhtəşəmdir. 8-ci evinizdə Saturn keçir. Yaxşı xəbər odur ki, 7-ci evinizdən Saturn çıxır. Pis xəbər odur ki, 8-ci evinizdə Saturn keçir. Gəlin bunu izah edeyim. Uzun müddət ki, 7-ci evinizdən 2 ildir ki, 7-ci evinizdə Saturn var. Artıq 2-3 il olardı. Və bu ərəf ərzində siz ciddi münasibətlər, evlilik, ilişkilər, yəni münasibətlər, sevgi, eşq, iş və s. və ya ortaq işlərlə bağlı sınaqlarla qarşı-qarşıya gəlmiş ola bilərsiniz. Bu bəzən açıq düşmənliklər də ola bilir. Saturn 7-ci evdə olduğu üçün bəzi insanlar evlənə bilmədi, bəziləri evlilikdə çətin günlər keçirdi, mübarizələr, zorluqlar keçirdi ya da məsuliyyətlərlə sınandı, ya da ciddi münasibətlərlə bağlı, ya da ortaq işlərlə bağlı. Yaxşı xəbər odur ki, bunlar bitir yay üçün. Sentyabrın 1-i təzədən başlayır, amma ən azından yayda rahatçılıqdır. Pis xəbərdə, pis deməyək də, çətin xəbərdə Saturn 7-dən çıxır, amma yox olmur da 8-ə keçir. Bu da deməkdir ki, bu sınaqlar artıq 8-ci ev mövzularında özünü göstərəcək. Yəni, ciddi münasibət, eşq, ilişkilərlə bağlı mayın 25-dən etibarən və bütün yay sentyabrın 1-nə qədər sınaqlar qutardı. Lakin yeni sınaqlarınızsa, yeni imtahan, məsuliyyətləriniz və ya zorluqlarınızsa yeni mövzulardır. Bəs bu mövzular nədir? Yəni, hansı mövzuda çətinliklər çəkmə ehtimalımız ya da sınanma, ya da çox məsuliyyət götürmə, ya da qısıtlanma, ya da qorxma ehtimalımız var. 8-ci ev mövzuları nələrdir bunlar? Seksuallıq, cinsəlliklə bağlı hər bir şey, ortalıq işdən gələn qazanclar, miras, həyat yoldaşından maddi qazancı, özünüzün qazanmadan qazandığınız pullar, yəni başqa yerlərdən sizə gələn bütün pullar, borc, kredit, travmalar, transformasiyalar, əməliyyat, ruhanilik, sehir, magiya, rituallar, enerjilər, dualar, hamısı 8-ci evin azdan çoxdan mövzularıdır. Bu mövzulardan biri ya da bir neçəsi ilə bağlı sınana bilərsiniz. Hamısı ilə bağlı sınanmazsınız. Yəni, hamı əməliyyat olmayacaq, hamı, həyat yoldaşının pulu ilə bağlı sınanmayacaq. Amma nisbətən bu mövzulardan bir 3-5 ilə sınanacaq oxşuyursunuz. Ən azından bir-iki dənəsi ilə, ən pis vəziyyətdə bir dənəsi ilə, ən yaxşı təqdirdə daha doğrusu, bir dənəsi ilə ən azından sınanacaqsınız.
Mayın sonu sınanarsınızmı bilmirəm, amma bu yay ərəfəsində sınanacağınız böyük bir ehtimaldır. Amma ən azından ciddi münasibətlərlə bağlı qurtuldunuz. Yəni evdə deyilsinizsə evlənə bilərsiniz, azadlıqdır. Evliyiksinizsə, daim münasibətinizdəki çətin ya da çox məsuliyyətli dönəm bitir. Həyat yoldaşımızın maddi durumu biraz belə şey ola bilər, amma keçib gedər, narahat olmayın, sentyabrın 1-nə qədərdir. Nəysə, belə işlər. 10-cu evinizdə də keçən bir yeni ay olur, işləyirsinizsə, işləmirsinizsə yeni bir işə girmək, karyerada yüksəlmək, iş həyatı ilə bağlı dəyişim, dəstəklər və ya ümumiyyətlə statusun, iş həyatının gündəmə gəlməyi ehtimaldır, əziz qız bürcləri. Bəs gəlin görək qız bürcləri, sırf öz bürcü qız olanlara nə demək istəyirəm? Təyyarə səyahəti. Hamısı yox, amma bir qismi hava yolu səyahət edə bilər ya da hədəflərin arzularına doğru gedər və sevgi, eşqlə bağlı utopik enerjilər var. Bəzilərinin atası gündəmə gələ bilər, atası ilə bağlı mövzular, söhbətlər, danışıqlar ya da ata ilə bağlı nələrsə gündəmə gələ bilər. Bəzilərinin həyatında xərçəng, əqrəb, balıq bürcü bir kişi obrazı gündəmə gələ bilər. Məsələn, ya da həyat yoldaşı. Məsələn, qadınların bəlkə sevgili adayı ya da həyat yoldaşı, kişilərin bəlkə bir dostu, amma xərçəng, əqrəb, balıq bürcü ya da duygusal həssas xarakterdə birinin çox gündəmə gəlməyi, yəni bu bürclərdən olmasa belə ehtimaldır. Bir çox insan yepyeni bir eşqə, sevgiyə başlayacaq ya da gözəl bir müjdə alacaqlar. Yəni sırf öz bürcü qızı olanlar üçün möhtəşəm enerjilər var, böyük ehtimalla, mənim gördüyüm qədərilə və bəziləriniz həyatınızda heç təcrübə etmədiyiniz tərzdə bir sevgini ehtimal ki, təcrübə edəcəksiniz. Sürətli gedişmələr, hədəflərin irəliləmə, bəlkə təyyarə yolu səyahətləri ya da ölkə dəyişmə kimi səyahətlər və gözəl, sevgi dolu, müjdəli enerjilər çox böyük ehtimalla ki, özünü göstərəcək. Arzulayıram ki, qız bürcləri və yüksələn qız bürcü olanlar may ayı sizin üçün möhtəşəm olar. Sevgi və işıqla qalın. Əziz tərəzi bürcləri və xüsusən də yüksələn bürcü tərəzi olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz tərəzilər, may ayında 9-cu evinizdə Merkurinin olduğunu görürəm. Bu sizin 8-ci ev, 9-cu ev Merkuri sizi hərəkətləndirə bilər. Təlim, təhsil, xaricə getmək, gəzmək, səyahətlər eləmək, yeni bir şeylər öyrənmək, mənəvi inkişaf, belə mövzuları gündəmə gətirə bilər. Mayın 25-nə qədər düşüncələriniz biraz daha takıntılı, qısqanc, paranoya ola bilər, amma martın 25-dən sonra bu keçib gedəcək, narahat olmayın. Əziz tərəzi bürcləri, 6-cı evinizdə uzun müddətdir ki, Saturn transit edirdi. Mayın 25-dən etibarən Saturn 6-cı evinizdən çıxır və gedir 7-ci evinizə və sentyabrın 1-nə qədər 7-ci evinizdə olacaq. Yaxşı xəbər odur ki, sağlamlığınızla bağlı sınaqlarınız varsa bitəcək böyük ehtimalla. İş həyatı ilə bağlı sınaqlar, günlük rutinlər, diyet, ev heyvanları, belə şeylərlə bağlı sınaqlar, çətinliklər varsa, bunlar çox azalacaq. Nisbətən qarışıq xəbər odur ki, ciddi münasibət, ikili münasibət ya da evlilik ya da ortalıq işlərdən yana müəyyən qədər məsuliyyətlər götürməli və ya müəyyən qədər sınanmalar, biraz ehtimallar arasında var. May ayının bütün gündəmində oturacaq olan bir böyük bir ikinci ev dolunayınız var. O da maddi mövzulara çox təsir edə bilər. May ayında ümumiyyətlə maddi mövzular çox önəmlidir, çox gündəmdə olacaq. Özünüzə verdiyiniz dəyər və maddi durumunuz may ayının birinci növbədə gündəmidir bəlkə də. Və 9-cu ev mövzuları, yəni xaric, səyahət, təhsil, mənəvi inkişaf, fəlsəfik, həyata baxış fəlsəfənizin dəyişməyi və s. ruhanilik, din, belə şeylər bol-bol may ayında gündəmə gələ bilər. İkinci evinizdə olan dolunay karmavızdan asılı olaraq çox qəşəng pullar gətirə biləcək kimi maddi krizlərə, xaoslara da səbəb ola bilər. Amma pul bol-bol gündəmdədir, onu bilirik. 9-cu evinizdə olacaq olan yeni ayda yenə eyni şəkildə xaricə getmək, səyahət etmək, gəzmək və ya yeni bir təlimə başlamaq kimi ya da bəlkə də xaricə köçməklə bağlı mövzuları gündəmə gətirmək kimi bir ehtimalı var. Xaricə getməsəz, gəzməsəz də ən azından mənəvi, fəlsəfik bir dəyişim yaşayacaq, həyata baxışınızla bağlı bir şeylər dəyişə bilər, əziz tərəzi bürcləri və tərəzilər. Sizin sırf öz bürcü tərəzi olanlara bir-iki cümlədə demək istəyirəm. Tərəzilər, biraz gözünüz açıq olsun. İtirmə qorxusu yaşamayın. İtirmə qorxusu yaşasınız, çətinliklər çəkəcəksiniz. Bir dənə qadın var. Bu qadın ya ikizlər tərəzi dolça bürcüdür, ya kəskin, ya bu bürclərdən olmasa belə kəskin xarakteri olan, kəskin xasiyyəti, kəskin dili olan, kəskin zəkası olan biridir bəlkə də. Belə bir qadınla bağlı ehtiyatlı olun. Sizin zəif nöqtələrinizi bilib, yalanlar, manipulyasiyalar, arxanızdan iş çevirmə və ya fırıldaqçılıq edə bilər. Ona görə çox-çox ehtiyatlı olun. Yəni bu kimdir bilmirəm, amma həyatınızda, yaxınınızda ya da başqa cür nətərsə oyanıq olun. Buna əlavə olaraq itirmə qorxusunu bir kənara qoyun. Qıtlıq bilincinə girməyin, rahat olun. İkinci eviniz çox gündəmdədir. Ona görə də vəbşədə qıtlıq bilincindən uzaq durmağınızda fayda var. Əgər bir şey sizin deyilsə zaten gedər. Ona görə itirmə qorxusunun bir mənası yoxdur.
Bu şəkildə arzulayıram ki, tərəzilər və yüksələn tərəzilər möhtəşəm bir may ayı keçirdərsiniz. Özünüzə yaxşı baxın, sevgi və işıqla qalın. Əziz əqrəb bürcüləri və xüsusən də yüksələn bürcü əqrəb olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. May ayında elə sizin özünüzə uyğun şeylər sizi gözləyir. Əqrəb tutulması, 8-ci ev vurğusu, yəni əqrəb bürcüləri əqrəb bürcü kimi bir may ayı keçirdəcəksiniz. Həyatınızda, həmişə həyatınızda olan şeylər gündəmə gələcək. Bunlar nədir? Biraz xaoslar, biraz gərginliklər, cinsəllik, ehtiraslar, takıntılı olduğunuz mövzular, yəni tam bir əqrəb bürcüsüz may ayında. Nə bir sağı, nə bir solu. 8-ci ev ortalıq işdən gələn qazanc, həyata yoldaşı, maddi durumu, mənəviyyat, spiritualizm, enerji, şəfa, transformasiya, dəyişimlər, dönüşümlər. Ondan sonra, yəni dediyim kimi, bilmirəm dedim demədim, ortaqdan gələn qazanc, miras, həyata yoldaşının pulu, borc, kredit, bu tərz şeylər təmsil edir. May ayında bu şeylər çox gündəmə gələ bilər. Bu şeylərlə bağlı yeni bir başlanğıc, dəyişim, əməliyyatlar da bu arada. Eyni şəkildə balaca bir ehtimal var ki, may ayında belə bir şey gündəmə gəlsin, amma yəni dəqiq bir şey deyil, narahat olmayın. May ayında 8-ci evinizdə olan yeni ay, xüsusən may ayının axırını sizin üçün möhtəşəm bir tarix eləyir. Bilmirəm, bilirsiniz, mən Instagramdan da izləyirsinizsə görərsiniz. May ayının ənlərində əqrəb bürcü ən güclü manifest edəcək bürclərdən biridir. Yəni ağzından çıxan sözlər tak deyə gerçəkləşə bilər. Bu xüsusən bütün may ayında əslində sizin üçün aktivdir. Amma mayın 29-u və 30-u sizin üçün dəhşətli bir tarixdir. Xəbəriniz olsun, çox güclü bir tarixdir. Sizin kimi bir xərçənglər, bir də balıqlarda da belə bir şey var. Sırf may ayından söhbət gedir də, inanılmazdır. May ayının sonunu dəyərləndirin. Tak deyə arzularınız gerçək ola bilər. Demirəm həmin tarixdə, amma həmin tarixdə edəcəyiniz dua, ritual, enerji çalışması inanılmaz dərəcədə sürətlə təzahür edə bilər və cinsəllik, seksuallıqda çox gündəmə gələ bilər. Birinci evinizdə də bir dənə yekə bir dolunay var və bütün may ayına təsir edir. Hətta maydan biraz qabaq başlayır, bir neçə gün qabaq və mayın sonuna qədər də təsir edəcək. Bu da xarici görünüşünüzlə bağlı dəyişiklik, məsələn, saç, saqqal, oğlanlarda saqqal, qızlarda saç, axır ki, geyim, tərz, həyata baxış, yol, həyat istiqaməti, hədəflər, bu mövzularla bağlı çox böyük bir dəyişim gətirə bilər. 6-cı evinizdə Saturn keçir, mayın sonu və yay aylarında sağlamlığınızda çox diqqətli olun və iş həyatından bağlı biraz da ehtiyatlı və diqqətli olsanız faydalı olar. Ev heyvanlarınız varsa, onları da ciddi bir şəkildə nəzarət edin. Bundan əlavə olaraq da mənəvi enerjiniz, sehriniz, amma biraz da xaosunuz, gərginliyiniz boldur. Siz əqrəblər sevirsiniz onsuz da belə şeyləri. Siz, yəni indi bilmirəm nə qədər etiraf edərsiniz, eləməzsiniz, amma biraz xaosdan, gərginlikdən qidalanırsınız. İndi biz özümüz ikimizik, yəni özünüz də bilirsiniz. Astroloqam, indi mənə də şey eləməzsiniz yəqin. Yəni ona görə siz yəni kef eləyin həmişə kimi. İntriqalar, xaoslar, gərginliklər sevdiyiniz kimi. Bir də ki, əqrəb bürcüləri sırf öz bürcü olan əqrəb olanlara da bir neçə cümlə demək istəyirəm. May ayı sırf öz bürcü əqrəb olanlar üçün möhtəşəmdir. Belə ki, həyatınızın, indi təbii ki, bu ümumi bir şeydir. Sizin fərdi doğum xəritənizə baxmıram. Ona görə %100 qəbul eləməyin bu dediyim informasiyanı. Amma bəlkə ömürlük, əbədi xoşbəxtlik qaynağınızı tapa bilərsiniz. Bu ruh eşiniz ola bilər. Bu xəyallarınızdakı iş ola bilər. Bu, xəyalını qurmasanız belə sizə çox böyük uğurlar gətirə biləcək bir iş, bir insan ola bilər, bir şeylər ola bilər və atəş bürcü insanları çox gündəmə gələcək. Yəni, eqolu, özgüvənli, cəsarətli, nə istədiyini bilən, tutduğunu qopardan, yəni öz istədiyinin olmağını istəyən parlaq işıltılı qadınlar və kişilər bəlkə də may ayında çox gündəmə gələcək və siz özünüz də o insanlardan biri olacaqsınız. Çox güclü bir pozisiyada ola bilərsiniz. Problem kimi görəcəyiniz sonuncu əngəlləri aşa bilər və bəlkə də may ayında çox böyük bir müjdə, xoş xəbər ya da gözəl bir şeylər yaşaya bilərsiniz. Yəni çox güclü, çox gözəl enerjilər var sizlər üçün, əziz əqrəb bürcləri. Əziz əqrəblər, arzulayıram ki, xoşunuza gəlirlər bu öyrəndiklər. Burada liderlər falan da ola bilər, yəni müdürünüz və s. varsa əgər belə insanlar da gündəmə gələ bilər. Əziz əqrəblər və yüksələn əqrəblər, arzulayıram ki, xoşunuza gəldi video. Videomu bəyənməyi, komment yazmağı, rəyiniz istəyirsə eləyə bilərsiniz təbii ki. Özünüzə yaxşı baxın, sevgi və işıqla qalın.
Əziz ox atanlar və xüsusən yüksələn bürcü ox atan olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz ox atanlar, may ayında 7-ci evinizdə bol hərəkətlənmələr, transitlər var. 7-ci ev bilirsiniz nə deməkdir? Eşq, sevgi, ciddi münasibət, evlilik, ortalıq işlər. 7-ci evinizdə olacaq olan Merkuri ortalıq işlər və ya ciddi münasibətlərə, beyin yormağınıza, fikrinizi, zehninizi bu tip mövzulara verməyinizə səbəb ola bilər. Bundan əlavə olaraq 7-ci evinizdə olacaq olan bir yeni ay var, ayın sonuna doğru olur. Bu yeni ay isə yeni bir münasibətə başlama, ya da münasibətinizdə bir dəyişim yaşama, yeni bir səviyyəyə gəlmə, ya da ümumiyyətlə dediyim kimi dəyişim, bəlkə bitiş də ola bilər, əgər xeyirsiz bir münasibətdirsə sizin üçün. Və yəni ümumiyyətlə münasibətlərin, ikili münasibət və ya ortaq işlərin bol gündəmə gəlməyi deməkdir. May ayında çox göy hadisəsi yoxdur. May ayının ilk dövründə də bu transit 6-cı evinizdə olacaq. O da mayın ilk 25 günündə ola bilər ki, iş həyatı ilə bağlı hərəkətlənmələr olsun və sağlamlıq mövzularına biraz diqqətli olun. Əsasən də mədə-bağırsaq sisteminizlə bağlı, əsəb sinir sisteminiz və mədə-bağırsaq sisteminizlə bağlı biraz daha həssas ola bilərsiniz. Bundan əlavə olaraq 12-ci evinizdə bir dənə dolunay olacağını görürəm. Bu bütün may ayına təsir edəcək. May ayı ərzində bol yuxularınızdan xəbərlər ala bilərsiniz. 6-cı hissləriniz güclənə bilər, spiritual mistik hadisələr yaşaya bilərsiniz. İnanılmaz dərəcədə güclü manifest edə bilərsiniz. Instagramda unutmuşuq sizə ən güclü manifest işləyəcəklər qrupuna qoymağı, amma burada deyirəm, manifestlərimiz möhtəşəm işləyə bilər. Yəni arzularınız gerçəkləşməyi üçün enerji göndərmək, praktika etmək, dua etmək üçün möhtəşəmdir. Yuxulardan xəbərlər ala bilərsiniz. İlahi ədalət öz yerini tapa bilər, gizli düşmənliklər gündəmə gələ bilər, arxanızca pis niyyətli olan insanlar açılıb tökülə bilər. 5-ci evinizdə keçəcək olan Saturn ailə ev yuva evindən çıxacaq. Bu da deməkdir, ailə ev yuva ilə bağlı bu son illərdə yaşadığınız zorluqlar, çətinliklər varsa, bunlar tamamlana bilər. 5-ci evinizə keçəcək olan Saturn şansla bağlı olaraq biraz ehtiyatlı olmalı olduğunuzu, şansla bağlı sınırları zorlayan ya da belə təhlükəli olan şeylərdən maksimально uzaq durmanızı sizə məsləhət görən mayın sonu və bütün yay ərzində. Bundan əlavə olaraq, uşağınız varsa məsuliyyətlərini bol götürə bilərsiniz. Belə sizin üçün dəhşət, çətin ya da gərgin bir enerji deyil. Hətta pozitiv tərəfləri belə ola bilər. Normalda digər bürclərə daha çox neqativ təsir edir. Yəni, may ayında mənəviyyət, ruhsallıq və ciddi münasibətlər gündəmdədir. Çox bir şey yoxdur, ona görə çox şey danışa bilmərəm. Son olaraq, sırf ox atan bürclər haqqında, öz bürcü ox atan olanlar haqqında da bir şey demək istəyirəm. Əziz ox atanlar, may ayında çox vaxt daha rahat, özgüvənli, cəsarətli və duzu quru hiss edəcəksiniz. Özünüzə daha əmin hiss edəcəksiniz. Bir ara sizi üzən, incidən bir şey olacaq, amma həmin təqdirdə də sadəcə bu tərəfə baxmaq, yəni bu tərəfə baxsaz, baxış istiqamətinizi dəyişsəz, bu şey həll olacaq. Çünki hər şeyin yaradıcısı sizə əl uzadacaq. Yardımlar, köməklər bol ola bilər ya da sizin yardımlar, köməklər eləməyiniz, alma verməni qorumağınız gündəmə gələ bilər. Tanrı tərəfindən çox ciddi bir şəkildə köməklə, yardımla dəstəklənəcəksiniz. Əziz ox atanlar və yüksələn ox atan olanlar, may ayı sizin üçün möhtəşəm olsun, sevgi və işıqla qalın. Əziz oğlaqlar, xüsusən də yüksələn bürcü oğlaq olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz oğlaqlar, may ayında 6-cı evinizdə Merkurinin olduğunu, iş həyatınızdan bol gündəmə gələ biləcəyini deməyim mümkündür. May ayında sağlamlığınız cəhətdən daha ehtiyatlı olmalısınız. Sağlamlıq, iş həyatı kimi mövzular bol gündəmə gələ bilər. Yeni vərdişlər, yəni məsələn günlük rutin mənasında, yeni bir qidalanma rejimi və s. diyet, belə şeylərin bol gündəmə gələ biləcəyi sizin üçün önəmli xüsusi tarixlərdir. Bundan əlavə olaraq 11-ci evinizdə olacaq olan bir dolunay var və bu 11-ci ev dolunayı sizi may ayında olduqca populyar edə bilər. Sosial çevrənizdə bol gündəmə gələ bilər. Bəlkə əl üstündə tutula bilərsiniz, sevilə bilərsiniz. Bəlkə də yeni dostluqlarınızdan problemi olan dostluqlarınız bitə bilər və yeni dostluqlar may ayında total olaraq həyatınızda gündəmə gələ bilər. Bundan əlavə 4-cü evinizə keçəcək olan Saturn, ailə, yuva, ev mövzularında bəlkə mayın sonu və yay aylarında biraz sınaqlara, biraz zorluqlara və çətinliklərə səbəb verə bilər. 6-cı evinizdə olacaq olan yeni ay isə iş həyatı ilə bağlı yeni başlanğıclar, yeni səviyyələrə gəlmə, iş həyatında inkişaflar və ya yəni iş yerində bəlkə bir dəyişiklik ya da bir işə başlamaq mənasında gələ bilər. May ayında Merkuri bizim 5-ci evdə olacağı bir dönəmdə var. Bu dönəmdə sevgi, eşq, flörtlər, hobilər, şans bol həyatınızda özünü göstərə bilər. May ayında çox bir şey yoxdur göy hadisəsi olaraq, ona görə uzun danışa bilmirəm.
Lakin deyə bilərəm ki, sırf öz bürcü oğlaq olanlara da demək istədiyim bir neçə cümlə var ki, zəhmət çəkdiyiniz, çalışdığınız, çabaladığınız şeylərə biraz diqqətli olun. Boş şeylərə zaman xərcləməyin. İstədiyiniz, gözlədiyiniz bir pul gələ bilər. Ailə, yuva içi saadət, xoşbəxtçilik daha çox özünü göstərəcək. Lakin bəzi zəhmət, əziyyət çəkdiyiniz şeylərin çox da ona uyğun olmadığını, ya da çox da bəhrə vermədiyini, ya da çox düzgün bir şey olmadığını başa düşə bilərsiniz. Həyatınızda bəlkə işlə bağlı qəşəng gəlişmələr ola bilər və ailə, yuva, evlə bağlı gözəl enerjilər daha çox özünü göstərəcək. Əziz oğlaq bürcləri, may ayı sizin üçün möhtəşəm olsun. Sevgi və işıqla qalın. Əziz dolçalar və xüsusən yüksələn bürcü dolça olanlar, gəlin görək may ayında sizi nələr gözləyir. Əziz dolçalar, 4-cü və 5-ci evinizdə Merkurinin olduğunu görürəm. Bu deməkdir ki, ailə, ev, yuva mövzuları bol-bol gündəmə gələ bilər. Evdə bol-bol hərəkətlənmələr ya da evlə bağlı mövzularda, ailə, yuva ilə bağlı mövzularda bol-bol hərəkətlənmələr ola bilər. 5-ci evdəki Merkuri sevgi, eşq, flörtləri də gündəmə gətirə bilər. May ayında az göy hadisəsi var. Ona görə çox uzun şeylər danışa bilmərəm. Lakin 10-cu evinizdə bir dolunay var və bütün may ayına təsir edəcək. Bu 10-cu evinizdə olan dolunay sizin karyera həyatınızda çox ciddi bir şəkildə təsir edə bilər. İş həyatı, karyera ilə bağlı işıldama, parıldama, dəyişim, dəyişmək, yəni işdən çıxmaq, işə girmək, yeni bir işdə yüksəlmək ya da iş həyatında bol-bol karyeranın, bol-bol gündəmə gəlməyi gözlənilən şeylərdən bəziləridir. 3-cü evinizdə də bir Saturn var. Bu da yaxın çevrə, qohum-əqrəbə, qonşular, qardaş-bacı kimi insanların mayın sonları və bəlkə mayın sonlarında təsir eləməsə belə yay aylarında bu insanlarla bağlı biraz sınanmağınıza və bəlkə biraz mübarizələr və ya məsuliyyətlərlə qarşı-qarşıya gəlməyinizə səbəb verə bilər. Buna əlavə olaraq 5-ci evinizdə də bir dənə yeni ayın olacağını görürəm may ayında. Bu da sevgi, eşq, flörtlə bağlı yeni başlanğıclar, gözəl enerjilər, yeni flörtlər, yeni eşqlər ya da evdə olanlar üçün uşaq ya da uşaqların bol-bol gündəmə gəlmək kimi özünü göstərə bilər. Əziz özbürcü dolça olanlar, sizə də bəzi şeylər demək istəyirəm. May ayında pis niyyətli, xarakterli insanlara qarşı çox ehtiyatlı olmalısınız. Şər atan, günah işlədən, başqalarının pisliyini istəyən, içində, qəlbində pislik olan, ürəyi qara olan insanlar biraz gündəmə gələ bilər. Bu insanlarla mübarizə verə bilərsiniz, amma yaxşı xəbər odur ki, uduzmayacaqsınız. Zaten sizi udmaq asan məsələdir, siz bir dolça bürcüsünüz. İnatkarsınız. Amma qəlbi qara, qisasçı, kindar ya da caduya meyilli insanlara qarşı ehtiyatlı olun. Bu mübarizələrə, bu savaşlara, günahlarla olan savaşlara qarşı may ayında ehtiyatlı olmalısınız. May ayında mübarizə verəcəksiniz özdə birdən çox insanla bağlı, amma siz əlinizdəkilərə sahib çıxacaqsınız və güclü qalacaqsınız, sağlam və bərk qalacaqsınız. Buna əlavə olaraq da bəlkə may ayında yeni bir sevgi, eşq, müjdə, uşaq, nəsə belə xoş, gözəl bir şeylər də özünü göstərə bilər. Biraz qaranlıq, biraz güclü, biraz sevgi dolu və bəlkə də seksual enerjinin yüksək olduğu bir ay olacaq sizin üçün. Dolçalar və yüksələn dolça olanlar, may ayı sizin üçün möhtəşəm olsun. Sevgi və işıqla qalın. Əziz balıqlar və xüsusən yüksələn bürcü balıq olanlar, gəlin görək may ayında nələr sizi gözləyir. Balıq bürcüləri 4-cü evinizdə bir Merkurinin olmağı, 1-ci, 3-cü evinizdə, sonra 4-cü evinizdə Merkuri keçəcək. Merkurin 3-cü evinizdə olduğu ərəfə sizin bol-bol gəzə biləcəyiniz, zaman keçirdə biləcəyiniz, sosiallaşa biləcəyiniz ya da yeni şeylər öyrənib özünüzü inkişaf elətdirə biləcəyiniz, özünüzü bir üst səviyyəyə qaldıra biləcəyiniz önəmli, vacib bir dönəmdir. 3-cü evinizdə olacaq olan Merkuri sosial çevrənizi gündəmə gətirə bilər, dostluqları və s. bol-bol gündəmə gətirə bilər. 4-cü evinizdə sonra keçəcək olan Merkuri səyahətlər, yol səyahətləri, yaxın yol səyahətləri, yəni ev içi dəyişimlər, hərəkətlənmələr, ailə üzvləri ilə bol-bol zaman keçirmək, ya da gündəmə gəlməyi, bəziləri üçün bəlkə başqa yerə köçmək ki, bu da ola bilər. Belə mövzuları may və mayın sonu kimi, bəlkə də iyunun əvvəli kimi gündəmə gətirə bilər. Çünki 4-cü evinizdən də yeni ay olacaq may sonunda və bu yeni ay və 9-cu evinizdə bir dənə dolunay olur. 9-cu ev dolunayı xaricə getmək, gəzmək, səyahət etmək, yeni yerlər görmək, yeni təlimlər, təhsillər almaq, özünü inkişaf elətdirməklə bağlı möhtəşəm enerjilərkən, 4-cü evinizdə olacaq olan yeni ay isə sizin ailə, yuva, evlə bağlı dəyişim enerjimizi göstərir. Yəni bir qism insan ola bilər ki, bütün balıq bürcüləri barədə bunu deyə bilmərəm, amma bir qism balıq bürcü xaricə köçə bilər və ya həyatında belə yer dəyişimi kimi aksiyonlar ola bilər. 2-ci evinizdə də bir Saturn olduğunu görürəm. 1-ci evinizdən Saturn keçdi yay ərzində, mayın 25-i və bütün yay ərəfəsində sentyabrın 1-nə qədər
Sizin birinci evinizdə Saturn olmayacaq. Yəni bir neçə ildir birinci evinizdə idi, yaxanızdan yapışmışdı, zorluqlar, mübarizələr, çətinliklər çəkirdiniz. Bu çətinliklər, mübarizələr, zorluqlar artıq bitir. Biraz bəlkə finansal olaraq yay ərzində sizi sınaya bilər, amma ən azından hər mənada artıq sizi sınamayacaq. Buna demək mümkündür. Bundan əlavə olaraq əziz balıq bürcləri, sırf öz bürcü balıq olanlar bir şey demək istəyirəm ki, fərq yoxdur, öz ya da yüksələn bürcü balıq olanlar möhtəşəm manifest enerjiniz var may ayında, unutmayın. Bundan əlavə olaraq sırf öz bürcü balıq olanlar sizə də demək istəyirəm ki, oyanıq olun. İllüziyaların, yalanların, bəzi şeylərin görsəndiyi kimi olmamağının gündəmdə ola biləcəyi bir aydır. Yəni sizi aldada bilərlər. Nə barədə? Pulla bağlı ya da başqa bir şeylə bağlı. Ya da gözünüzü boyaya bilərlər. Sizi saxta bir, yalan bir şey inandıra bilərlər. Ona görə maksimal oyanıq olun. Biraz gərginliklər ola bilər. Biraz rəqabətlər ola bilər. Saf olmayın. Baxın, bu ay, may ayında bir şey eləyəcəksə yanınızda, ətrafınızdan birindən məsləhət alın. Başqa biri də baxsın o mövzuya. Saf olmayın. Oyanıq olun. Gözünüz, yəni siz təmiz, saf deyəndə bu arada təmiz mənasında deyirəm. Yəni çox saf, təmiz enerjidə olmaq may ayında biraz təhlükəlidir. Yəni gözünüz açıq olsun mənasında deyirəm. Ona görə də ehtiyatlı olun, dediyimi diqqətə alın. Buna əlavə olaraq biraz rəqabətlər, biraz gərginliklər gündəmdədir. Əziz balıqlar və yüksələn balıqlar, arzulayıram ki, bu manifest enerjinizdən istifadə edib may ayında gözəl şeyləri yaradarsınız. Sevgi və işıqla qalın. Əziz bütün bürclər, may ayı sizin üçün möhtəşəm olsun, həyatınızda gözəl inkişaflar olsun. Sevgi və işıqla qalın. Videomu bəyənirsə bəyənə bilərsiniz, yorumda yaza bilərsiniz. Sağ olun, salamat qalın.